Bir ton alış-veriş eləmişəm. Çünki evdə hərənin özünə məxsus xırda dərdləri var. Gəlin bir yerdə baxaq. Deməli, birinci ən sevdiyim şeylərdən başlayacağım. Elə hazır zamanıdır. Uşaqlar üçün belə bir multivitamin almışam. İçində C vitamini, B vitamininin müxtəlif növləri, sink ən əsası, yod, yəni vitamin D3, B12 nə axtarsanız var və ən əsası bunu uşaqlar özü gətirir ki, gələ ver bizə, bugün verməmisən. Çünki baxın, belə jelibon formasındadır, görürsünüz. Götürün. Ha, 2 yan götürdüm. O Rabiyyənin payıdır. Mən özüm də uşaqlarla bir yerdə yeyirəm, nə yalan deyim. Deməli, keçirəm buna. Bu Rabiyyə üçün alınıb. Çünki Rabiyyənin saçlarında tökülmələr başlayıb. Bu şampunu aldım çünki çox təriflədilər. Həftədə 1-2 dəfədən artıq bu şampundan istifadə eləmək olmaz. Bitki tərkiblidir. Özdə ikinci yuyulmadan ən belə möhkəm tökülən saçların tökülməsini belə dayandırır. Keçirik mənim dərdimə. Bu da yağlanma əleyhinə şampundur. Günlük, yəni istifadə olunan bir şampundur. Yağlanmanı aradan qaldırır. Saç tökülməyə qarşı şampunu istifadə edəndən sonra da tükləri bərpa eləsin, qalınlaşdırsın deyə bir dənə belə sarımsaqlı şampun almışam. Şampundan boluq, çünki saç baxımına çox ehtiyacımız var. Bu isə onarıcı şampundur. Uşaqlar, bunu da sizlə bölüşməmişdən qabaq bir neçə dəfə istifadə elədim ki, fikrim olsun sizlə bölüşəndə. Saçları çox qəşəng yumuşaldır və çox gözəl qoxusu var. Keçək kollagenə. Bu bildiyiniz möcüzədir də, yəni. Saç dibləri, dırnaqlar, dəri, nəyə desəz yarayır. Üstündə də yazıb dəri, saç, dırnaqlar, sümüklər, 30 dənə kapsul var içində. Dərini təmizləyir, saç diblərini möhkəmləndirir, dırnaqları uzadır. Çox möhtəşəm bir şeydir. Bunu oxudum. Həqiqətən tərkibində çox yararlı vitaminlər var. Xüsusilə gyaluronik asid var, sink var, vitamin C var, biotin var. Buna baxın bir dənə, görün necə gözəl qablaşdırılıb. Buna baxın. Bu, deməli, keratin saç serumudur. Rabiyyənin saçı çiməndən sonra çox şir kimi şişir. Özü də neçə vaxtdır bundan şikayətçidir. Hamı da bilir sosial medyada. Bunu onun üçün almışam ki, çiməndən sonra saçlarını həm yatızdırsın, həm ipək kimi yumuşaq eləsin. Mənim də bu saç daranma problemimi aradan qaldırsın. Çünki çiməndə saçlarım çox pis dolaşır. Bir ədəd SPF götürmüşəm. Bu da Slim Luxe'dandır bu arada. Bunun içində çox gözəl vitaminlər var. Özü də 50 SPF-dir. Yəni, mənə görə ən yaxşı SPF 50 SPF-dir. Qorunmaq lazımdır. Çox gözəldir uşaqlar. Baxın, heç bir yağlılıq izi yoxdur. Su bazlıdır və çox gözəl qoxusu var. İndi sizə gəlirəm ən sevdiyim 2 məhsulla. Bu Şəhriyarındır. Bu da mənimdir. Bu nədir? Üzə vurursunuz uşaqlar. Ağzını hələ açmamışam. Baxın, belə yaşıl rəngdədir. Slime oxşuyur. Üzə vurursunuz bunu. Nə qəşəng il var. Üzdə köpürür. Bildiyiniz üzünüz şişir olur nə boyda. Yəni maska şişir olur nə boyda. Və üzdəki bütün yağları, toksinləri aradan çıxardır. Üzü qəşəng təmizləyir, nəmləndirir, qidalandırır. Çox gözəl bir məhsuldur. Bunu özdə o qədər təriflədilər. Dedilər, bir dəfə yoxlayın, çox bəyənəcəksiniz. Şəhriyar üçün aldım. Bunun isə kofelisini almışam. Bu gil maskasıdır. Yəni gil maskasının xeyirlərini bilən bilir də. Üzü dərindən təmizləyir və botoks effekti verir üzə. Bunu da özüm üçün almışam. Vitamin D. Vitamin D deyil təkcə bu. Vitamin D3 üstəgə K2-dir. Vitamin D-ni K2 ilə birlikdə atanda effekti daha güclü olur. Ona görə xüsusilə beləsini almışam. Payız ayı gəlir, D vitamininə daha çox ehtiyacımız olacaq. Ona görə almışam. Həm uşaqlar istifadə edə bilir, həm böyüklər istifadə edə bilir. Çox yaxşı bir vitamindir. Özüm üçün bir ədəd, bu yola gəlməz qaşlarım üçün bir ədəd belə içindən öz fırçası çıxır. Bir də belə bir qaş sabitləyici almışam. Baxın.
Bunda qəşəngliyi var. Nə almışam, hamısının iyi qəşənglik. Qaşları sabitləmək üçündür uşaqlar. Deyilənə görə çox qalıcıdır, çox effektlidir. Day bundan sonra mənim əlimdə oha. Bu nədir? Mənim əlimdə bundan sonra bunu görərsiniz yəqin ki. Həqiqətən çox gözəldir. Bunu yoxlamamışdım bax. Dedim sizlə bir yerdə yoxlayaram. Buna baxın, bu sabitlənmiş qaşımdır ya. Bu da sabitlənmiş qaşımdır. Bunu bununla sabitlədim. Bunu çox bəyəndim. Və son olaraq da belə bir çayımız var. Bu tut çayıdır uşaqlar. Deməli bu nə edir? Bu həm qanı artırır. Bunu hər kəs istifadə edə bilər. Uşaqlar, bunu mən alanda birinci dedim bu dəqiq ziyan deyil. Çünki indi o qədər ziyanlı şeylər satırlar ki, mənə də hər şeyini göndərdilər. İcazəsini, sağlamlıq kağızını. Deməli, belə bir içini bir yerdə açaq. Çünki özümə də maraqlıdır. Evet. Belə bir qapağı ilə çıxır, qaşığı ilə. İyinə baxmaq istəyirəm. Bu nə maraqlıdır. Buna bax. Bu uşaqlar belə toz halındadır. Çox gözəl rəngi var və iyi var. Həm qanı artırır, həm də bir aya 4-5 kilo arıqladır. Yəni digər kofelər kimi bəlkə çox arıqlatmır, bir aya 10 kilo, 15 kilo, amma sağlam şəkildə arıqladır da, belə deyim. Bir ədəd də belə bir kofemiz var uşaqlar. Bu fıstıqlı kofedir və tərkibini də oxuyuram sizin üçün. İçində 45% türk kofesi var, 35% püstə var, fıstıq. 10% də keçi buynuzu var. Bunlar arıqladıcı kofedir. Bu da aya təxminən 4-5 kilo arıqladır. Mən ikisini də aldım, ikisini də tövsiyə elədilər. Aralarından seçim eləyəcəm. Görək hansı daha yaxşı effekt verəcək. Aldıqlarımız bu qədər. Aldıqlarımız arasında saç tökülməsinə, yağlanmasına, nə bilim, vitamin ehtiyacına, hər şeydə, yəni hamısı faydalı şeylər idi. Ümid edirəm ki, siz də bəyəndiniz. Hardan aldığımı da aşağıda etiketləyəcəm.